Salam aleykum, hardayam? Masazırdayam. Bir dənə 28 minlik ödənişdən 4 otaqlı ev çıxıb. 4 dənə otağı var. 28 mini verirsən, bu ev sənindir. Opşi qiymətində deyəcəm indi. Bax, zalın ölçüsünə bax. Zal çox böyükdür. Həqiqətən çox geniş zal var. Yəni normaldır. Xırda para bir 2-3 min buna xərc lazımdır prosto ki, görsən ölçüləri çox böyükdür. Şəxsi tikili evdə əşyalar görsən, bax nə görürsən 90% qalacaq. Bax divanzalı görsən, yataq dəsti, burada da yataq dəsti var. Yəni çoxdan yaşayış yoxdur, ona görə qabildən girmişəm, tozdur çünki evin içərisi. Yəni pəncərələrin qabağı boşdur, baxın. Şəxsi tikili evdir, qoşadır daşı. Ölçülər genişdir. Yəni qiymətinə görə bu qapısı da salamatdır. Yəni qiymətinə görə normaldır məncə. Masazırın özü harasında? Mərkəz yerində. Masazırın mərkəzində 28 min bir ödənişlə ev çətin çıxır. Yəni görürsünüz burada daha boylu zətdə otaq, yəni yataq dəsti qalacaq. Burada da bir dənə mətbəxdir. Mətbəxin ölçüsü də genişdir. Görürsən, mətbəx evin içərisində qalacaq. Yəni burası laminatı lazımdır buranın. Avoyun burasında esən laminatı vurursan, kimsə gəldi. Yəni qiymətinə görə gözəl variantdır. Mərkəzi kanalizasiya var, qaz var, işıq var, su var. Yəni yaşayış üçün burada hər şey mövcuddur. Yəni bugünkü gündə kreditdən ev çətin çıxır, özünüz də bilirsiniz. Yəni nəğ 48 minə deyir. Kreditdən 55 min manata deyir. 28 mini verdin, qalan daxili kreditdən, faizsiz kreditdən. Aydan aya ödəyirsən yavaş-yavaş. Yəni qiymətinə görə normal variantdır. Yəni Masazırda da evlərimiz çoxdur. Kimsə evini satmaq istəyirsə Masazırda, əlaqə saxlasın bir dənə yoluna qoyar. Masazır Xırdalan, Höküməli, Qovu fərqi yoxdur bizim üçün. Düşmə evdirsə, dəyərində evdirsə problem yoxdur. Bir dənə burada yarı təmirli otaqdır. Yəni yarı təmirlidir, çünki tam təmir deyil. Yəni buranı da istəsən gəzdirə bilərsən. 4-cü otaq buraydı. Buradan da gəldik. Üstü paket evdir, düz deyil. Üstü qalanlı paketdə hamam sanuzelidir, hamam sanuzeli soldadır. Yəni ölçülər normaldır. Prosto biraz təmiri zəifdir. Yəni lüks təmir axtaranlar üçün bura o deyil. Amma ki alıb əl gəzdirmək yaxşıdır. Bax həyətidir, suyun şotçuğuna qədər var. Üstü paketdir. Bax burası bir düz çıxardı, prosto arxa tərəfdən baxanda üstü paketdir. Yəni köhnə, yəni təzə evlərdən deyildi, yaşanmış evlərdəndir. Burada da həyətidir. Həyətin genişliyinə baxın. Yəni buradan da qapısı var, evə qalxmağa. Buradan da var. Kirayə kimi də nəzərdə saxlayıb. Həyətində toğucu saxlamağa da ayrıca yeri var. Kürsülüdür. Hardasa bir 7-8 daş kürsüdədir. Baxın. Buradan da gəldik. Burada da çöldə də deyəsən ayaq qolusu var. Prosto bunlar təmirsizdir. Bax təhəngüzadır. Hər şey fikirləşilib bu evdə. Yəni əlaqə saxlayın. Qiymətinə görə, kredit olduğuna görə gözəl variantdır. Məhəllə sakit məhəllədir. Masazının normal yerindədir. Yəni çökə ya dağın üstü zad deyil də. Normal baxın, ətrafa baxın. Hamısı yaşayışlı evlərdir. Yəni börbaşında balaca ev yoxdur. Demək olar hamısı baxılı evlərdir. Yəni əlaqə saxlayın. Hər cürə qiymət evlərimiz var. Kim də evini satırsa əlaqə saxlasın, yoluna qoyağın. Sağ olun.